Müasir təhsil və tədrisə yardım mərkəzi. Müasir təhsilə və tədrisə yardım mərkəzi. Onlar kimdir? Biz müasir təhsil və tədrisə yardım mərkəziyik. 2005-ci ildə qeydiyyatdan keçmişik. İndi artıq bizim 5 illik yubileyimizdir və təhsildə bizim əsas məqsədimiz bizim təhsilin keyfiyyətini Avropa standartlarına yüksəldirmək, beynəlxalq miqyasda hansı yeniliklər var, bunu Azərbaycana gətirmək və tətbiq etmək. Təşkilatın adı Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi. Təsis olunma tarixi 2004-cü il 24 may. Qeydiyyat tarixi 2005-ci il 31 yanvar. Təşkilatın həyata keçirdiyi xidmətlər: təhsil sahəsində tədqiqatların aparılması, uşaq kitablarının çapı, treninqlər, müəllim hazırlığı, metodik vəsaitlərin yazılması. Təşkilatın əsas məqsədi beynəlxalq təhsil təcrübəsini Azərbaycana tətbiq etməklə Azərbaycanın təhsil səviyyəsini yüksəltmək. Mən Elmina Kazımzadəyəm və bu mərkəzin proqram üzrə direktoruyam. Proqramlarımız müxtəlifdir, müxtəlif səviyyələrdə aparılır, təhsilin bütün demək olar ki, pillələrini əhatə edirlər. Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi bugünə kimi 3 istiqamətdə: inklüziv təhsil, təhsildə demokratiya, təhsildə keyfiyyət istiqamətində 17-dən yuxarı layihə həyata keçirib. Layihələrdə biz iştirak elədik. Bunlar deməli addım-addım proqramı idi, debatlar proqramı idi, tənqidi təfəkkür proqramı idi. Biz bunların hamısında iştirak elədik və bu bizə, mən sizə deyim ki, məktəbə çox böyük uğurlar gətirdi. Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin həyata keçirdiyi ən maraqlı layihələrdən biri təhsildə antikorrupsiya layihəsidir. Layihənin məqsədi korrupsiya problemi ilə bağlı tədqiqat, maarifləndirmə və monitorinq aparmaqdır. Müasir Təhsilə Tədrisə Yardım Mərkəzinin artıq 2007-ci ildən əməkdaşlıq edirik. Eyni zamanda Müasir Təhsilə Tədrisə Yardım Mərkəzi bizim korrupsiya qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatlarının antikorrupsiya şəbəkəsinin üzvüdür, fəal üzvlərindən biridir. Və mən bir çox layihələrində onların iştirak etmişəm. Və hesab edirəm ki, ümumiyyətlə bu təşkilat Azərbaycanda təhsillə bağlı ən peşəkar təşkilatdır. Mən Lamiyə Şərəfxanova, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində inklüziv təhsil layihəsinin rəhbəriyəm. Mən bu təşkilatda 2005-ci ildən işləməyə başladım və inklüziv təhsil layihəsinə gəlməkdə məqsədim və bu layihədə ilk addımlarım heç də təsadüfi olmadı. Yəni, inklüziv təhsil, bu proqramın həssaslığı, cəmiyyət üçün nə dərəcədə yararlı olduğu həqiqətən də mən özünü çox cəlb elədi və buna ehtiyac olduğunu hiss elədim. Təhsilə Yardım Mərkəzi və deməli World Vision, Dünyaya Baxış Təşkilatı inklüziv təhsil deyilən, yəni sağlamlığı müəyyən qədər problemli olan şagirdlərin adi şagirdlərlə bir məktəbdə, bir sinifdə oxuması layihəsini bizə təklif etdi. Məmnuniyyətlə buna qoşulduq. Çünki illərlə bizə valideynlər müəyyən sağlamlığında qüsur olan uşaqların valideynləri müraciət edirdi. Biz onları həmişə evdə məktəb, yaxud xüsusi internat məktəblərə göndərirdilər. Amma bəzi valideynlər isə bunu istəmirdilər. Gələndə, məsəl üçün, Vüsal səsli, köylü idi, salam vermirdi, sinifə daxil olarkən uşaqları vururdu. Bəzi hətta belə şeylər müşahidə olunurdu. Sonra get-gedə müşahidə dəftər tutdum. Bugün necə oldu, sabah necə oldu? Həftə ərzində elə bir çıxartdığımız müəllimə ilə çıxartdığımız nəticələr əsasında onu elə nə eləsək qabağa gələr. Birinci davranışını düzəltdi, sonra tədrisini başladıq düzəltməyə. Evdə gəlib keçirdilər və bir keçdi, evdə keçdilər. Ondan sonra açılandan sonra məktəbə getdilər. 5 il məktəbdə təhsil var. Araqlı olur, dostlarımla vaxt keçir. Olur, dərs yazır, vaxt keçir. Amma evdə elə bir çıxmıyor. Bizim uşağın əsas diaqnozu belədir ki, autizm, yəni özünə qapılmaq. Düzdür, bu inklüziv təhsil baxsığı müəyyən dərəcədə təhsil almışdır, müəyyən vaxtlar.
Onda irəliləyiş olmuşdur, amma məktəbdə daha geniş sahədə bu irəliləyişi biz hiss edirik. İnklüziv təhsil layihəsi xüsusi qayğı ehtiyacı olan uşaqların orta ümumi təhsil məktəblərinə inteqrasiya olunması məqsədi daşıyır. Və inklüziv təhsil layihəsi əsasən Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində 5 il ərzində həyata keçirilib və həyata keçirilmədə davam edir. Aytac bir il elə bir gec gedib, birincisində biz onu gec qoymuşuq. Elə bir 10 yaşları gedəndə qonşu edib uşaqları. Mən onda o qədər ağlamışdım ki, özüm. Yəni ki, Aytac istəyirdim, axı getsin məktəbə. Atası deyirdi ki, darıxma, düzələcək də. Belə bir, Minayə müəllimə demişdi ki, belə bir təhsil var. Hə, inklüziv təhsil var. Biz bununla Aytacı məktəbə qoyarıq. Mən bu işi özüm üçün göy qurşağına bənzədərdim. Çünki o dərəcədə rəngarəngdir. Həm məsuliyyətlidir, həm çətindir, həm də maraqlıdır. Bütün bunların içində mənə bu dünyanı açan müasir təhsilə və təhsilə yardım mərkəzi olub. Çünki mənə bu mərkəz qarşıma çıxmasaydı, belə bir mərkəz olmasaydı, mən bu dünya ilə tanış ola bilməyəcəyim. Buna görə onlara çox minnətdaram. Özüm bu işə qatılandan sonra mən hiss eləmişəm ki, müəllim necə olmalıdır, əsl müəllim. Elə bilirəm ki, mən xaricdə təhsil almışam. Mənim adım Yuliya Kərimovadır. Mən təhsildə innovativ texnologiyalar və təhsildə keyfiyyət layihə rəhbəriyəm. Bizim layihənin məqsədi müəllimləri yeni, yəni dünyada mövcud olan yeni texnologiyalarla tanış etmək və onlara istiqamət vermək ki, onlar bunu gündəlik sinif otaqlarında tətbiq edə bilsinlər. Təhsilə tədrisə yardım mərkəzindən bizi elə bil ki, treninqlara yollayırdılar və biz orada iştirakımız o qədər bizə maraqlı gəlirdi. Sadəcə, baxın, o dairədə oturmaq, uşaqların səviyyəsinə enmək, sonra öz işimizdə yaradıcılığı üzə çıxartmaq, fantaziyamızı belə, yəni ki, açıq-aşkar göstərmək bizə həqiqətən də bizim işimizdə o qədər maraqlı gəldi ki, və bu texnologiyanın tətbiqində çox maraqlıydıq biz. Yəni bu texnologiyasının ən üstün cəhətləri nədədir? Əvvəlki proqramla olanda uşaqlar deməli orada seçim yox idi da. Müəllim bir dənə tapşırığı verib, bütün uşaqların hamısı bu tapşırığı yerinə yetirməlidir. İstədi və istəmədi. Yəni ona əməl eləməlidir. Amma bu texnologiyanın üstün cəhəti ondan ibarətdir ki, bu texnologiyada istək var, seçim var. Müəllimin işi daha da maraqlı olsun və şagirdlər məktəbə gələndə maraqla gəlsinlər. Yəni bunu necə deyim, belə öhdəlik kimi qəbul eləməsinlər. Doğrudan da məktəbə gələndə sevinsinlər ki, biz yenə də məktəbdə, yenə bugün nəsə yeni bir şey öyrənəcəyik və yeni üsulla, yeni yanaşma ilə. Dərslərdə müəllim daha çox fasilitator oynayır. O, uşaqlara hansısa bir problemi verir və uşaqlar dərs müddəti bu problem üzərində sərbəst işləyirlər. Bu üsullar, interaktiv üsullar şagirdlərə nəinki bilik, həm də müəyyən bacarıqlar əldə etməyə kömək edir. Birgə işləmək, fikir mübadiləsi aparmaq, hansısa bir ümumi qərara gəlmək, yeni bir informasiyanı əldə etmək. Bax, müəyyən belə bir bacarıqlar. Bizim üçün bu dərslər çox maraqlı gedir və qrupda hamısı iştirak edir. Hamısı qrupda bir-birinin fikrini hörmət edir, fikrini hörmət edir və qulaq asır. Mən Nailə İsmailova, təhsil siyasəti layihəsi üzrə koordinatoram. Mən çalışdığım layihələr mərkəzimizin vətəndaş təhsilinin inkişafı istiqamətinə uyğun gəlir. Bu layihələr özündə məktəb liderliyinin inkişafı, məktəb maliyyələşməsi və idarə etmə və təhsil siyasətini əhatə edir. Layihənin məqsədi təhsildə maraqlı tərəflərin, icma, media və digər
sosial müştərilər şəbəkəsi vasitəsilə təhsil məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda təhsilə dair qərarların qəbulunda vətəndaş cəmiyyətinin cəlb etməkdir. Yes, I mean, I was, just by way of background, delighted to be asked to take over as the chair at my very first board meeting, which was a surprise and an honour. So I'm fairly new to taking over on the board. However, it was very clear that the board of CIE is made up of very dedicated, professional and diverse people, both from outside and inside Azerbaijan. I see the role of CIE as working with the Ministry of Education here in Azerbaijan to develop the best practice which exists already in schools here and to bring ideas from outside. Myself, I'm an educator, as you may guess, from Britain, and so I bring ideas from that country of our curriculum, our styles of teaching. So I think that together the board and the professionals who work in CIE aim to develop the work of the best expertise of schools in Azerbaijan, to work alongside the Ministry of Education so that new ideas can evolve together and can be coherent within the policy of the ministry here in Azerbaijan. Maraqlıdır. Görəsən Təhsilə və Tədrisə Yardım Mərkəzinin dostları və partnyorları onların 5 illik fəaliyyətini necə qiymətləndirir? Təhsilə və Tədrisə Yardım Mərkəzinə mən öz böyük minnətdarlığımı bildirmək istəyirəm. Biz əgər müasir təhsil və tədrisə yardım mərkəzinə baxsaq, bu çox güclü təhsildə işləyən qeyri-hökumət təşkilatları çoxdur. Ancaq bu təşkilat doğrudan da çox güclü, çox belə sambalı təşkilatdır. Azərbaycanda təhsil sahəsində çalışan təşkilatlar var. Düzdür, mən deməzdim ki, onların sayı çoxdur, amma az da deyil. Lakin burada söhbət peşəkarlıqdan, professional yanaşmadan gedir. Və xüsusilə qeyd edim ki, bu təşkilatın bu sahədə doğrudan da çox böyük bir ekspertizası var. Bu təşkilatın əlbəttə niyə təbrik halında da olmasın? Elə onları mən 5 illiyini təbrik edirəm, onlara uğur arzulayıram və mənə elə gəlir ki, 5 il ərzində bu təşkilat Azərbaycan təhsilinə çox böyük töhfələr vermişdi. Birinci növbədə hər şeydən əvvəl mənə elə gəlir ki, Avropaya inteqrasiya etmək yolunda Azərbaycan təhsilinə bir, necə deyərlər, bir katalizator rolü oynamışdır. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi.